Salam, bugün eBay haqqında profesional olmasa təzə başlayanlar üçün yararlı olar deyə fikirləşirəm, məlumat verəcəm. İlk öncə lazım olanlar deyəcəm, burada ola bilər müəyyən hərraclar da var, onlar haqqında məlumat verməyəcəm. Çünki altda link atacam, həmin linkdə bu haqda məlumatlar girib oxuya bilərsiniz. PayPal haqqında, PayPaldan qeydiyyatlar falan bu linkdə yerini tapacaq. Deməli, birinci eBay-yə girək. eBay-da bəzi məlumatlar var ki, onlara diqqətlə baxmaq lazımdır. Çünki bəzi sürprizlərlə qarşılaşa bilərsiniz. Ola bilər, bəzi adamlar məsələn, nədənsə başı çıxmır, zirib alır. Bəzi şeylər diqqət vermir, gəlir mal fərqli formada çıxır. Ola bilər ki, biri gəlib telefon alar. Məsələn, 3 dollara görə telefonun şəklinə görə alar, gələr telefonun kablosu çıxar. Yəni, bu barədə altında məlumat verilir. eBay İngilis dilində olduğuna görə, İngilis dilində bilməyənlər Google Translation-dan tərcümə edilib. Müəyyən qədər mənasını başa düşə bilər. Məsələn, alaq gümüş boyunbağı. Deməli, burada Azərbaycanca seçər məsələn. Azərbaycan yazısında seçər. Gümüş boyunbağı. Silver necədir? Gümüş boyunbağı yazdıq. Deməli, burada ilk öncə bəzi şeylərə diqqət yetirmək lazımdır. Bu çox vacibdir. Qıraqda nişanlamaq mümkün olan bəzi yazılar var. Hamısı haqqında məlumat verməyəcəm. Mən vaciblər haqqında deyəcəm. Çünki səndən halda bunu belə istədiyiniz formada kopyalayıb bunları Google Translation-da mənasına baxa bilərsiniz. Vacib olanları deyirəm. Burada new var, işlənmiş mal olmasın. Çünki eBay-da işlənmiş mallar da satılır. Ona görə işlənmiş olmamaq üçün new'nu nişanlamaq vacibdir məncə. Əgər işlənmiş istəmirsinizsə. New'nu nişanlayandan sonra %100 təzə mallar gələcək. Burada da gördüyünüz yerdə sizdə olan pulun minimum, yəni görmək istədiyiniz. Burada çox şey ola bilər. Ola bilər 1 milyon dollara sep ola bilər. Siz 1 milyon dollar vermək istəmirsinizsə sepə, yəni onu görmək istəmirsinizsə, bura maksimum və minimum qiymətinizi yaza bilərsiniz. Məsələn, mən burada görmək istəyirəm, tutaq ki, 30 dollardan aşağı qiymətdəkiləri. Bunu yazıram, yenə bura baxırıq. Burada 30 dollardan yuxarı qiymətə daha mənim də burada göstərə bilməz. Burada Buyutnov var. Buyutnovun mənası indi al deməkdir. Çünki bəzi mallar var, hərraclardır, bəziləri var. Heç hələ satışda deyil, prosta şəklini verir, müəyyən qədər adam yığılandan sonra satışa buraxılacaq. Belə istəmirsinizsə Buyutnov vurub indi al. Yəni indi yalnız ala biləcəyiniz şeyləri ekranınıza görə bilərsiniz. Burada silver yazır. Silver sözünün mənası gümüşdür. Amma bəzən ola bilər, məsələn, burada 925 deyirlər, silver də yazılır. Amma alacağınız mal gələr, gümüş çıxmaz. Yəni, orada gümüş, silver sözün gümüşü rəngdə, o mənada da yazılır. 925 sözü məsələn yazılıb, silver də yazılıb, amma aşağıdakı məlumatlara baxmaq lazımdır. Burada məlumat əgər az verilibsə, qısadırsa, yəni malı almaq çox da məsləhətli deyil. 925 yazılıb, yəni 925 amma probu. İnicığı yazılıb, İnicığı sepin uzunluğudur. Məsələn, burada aralıq var, sepin uzunluğu var, görürsünüz, 925 yazılıb. Aralıq bir də sepin uzunluğu var. Məsələn, bəzən görərsiniz ki, sepin uzun sep özü, yəni bu sep də var, aralığı da var şəkildə. Amma alırsınız, gəlib, yəni bir də aralığı çıxır, sepi çıxmır. Bunun səbəbi ondadır ki, bura diqqətsiz baxırsınız, yəni burada İnicığı, bu yazı olmur. Bu yazı yoxdursa, %100 deyim ki, sizə, yəni bunun aralığı gələcək, sepi gəlməyəcək. Burada bunu oxşar malları reklam edir, buna qısılaraq çıxsın, burada bunun şəkillərdir, yəni baxa bilərsiniz.
telefon alanda da bəzən kablolar çıxır, kabloda da telefon şəkli verəcəklər. Şəkilə baxıb heç vaxt almayasınız. Altda məlumatlara baxmaq lazımdır. Burada free yazılır. Free yəni bunun göndərilməyi pulsuzdur. Ola bilər məsələn burada USD dollar 2.80 2.80 bu qiymətə satılır dollara. 2 dollar 80 sent. Burada da müəyyən qiymət verə bilər. Məsələn, burada da 5 dollar verə bilər. Deməli, yəni göndərmək haqqı 5 dollar, malın öz qiyməti 2 dollardır. Bunu 2 dollara göndərilir, göndərmək haqqı da pulsuzdur. Bəzi mallar var ki, Azərbaycana göndərilmir. Mallar üçün sizə yəni məlumat göndəriləcək, yəni göstəriləcək ki, ya yəni ölkəni dəyişin, ya da ki, başqa mal istifadə edin. Deməli, burada bunu satan haqqında məlumatlar verib, yəni satan adamın 99% bunu bəyənib, yəni bunun satdığı mallara razı, yəni xoşuna gəlir. Və burada bu iddianı vursaq, indi al deməkdir, bayaq demişdim mənəsi, yəni almağa keçirir. Çox digər mallara baxmıram. Əgər bir şey haqqında çox da xəbəriniz yoxdursa almağa tələsməyin. Çalışın onun haqqında məlumat toplayın sonra. Çünki burada bəzi məlumatlar ola bilər ki, onu gözdən qaçırdarsınız, gələndən sonra sizi narahat edə bilər. Əgər altda məlumat verilibsə və siz o altda yazılan şey istəmirsinizsə, artıq probleminiz ola bilər. Büyüddünü bunu vurub alaq. Bu hissədə qeydiyyatınız varsa, adınızı, parolunuzu yazıb davam edə bilərsiniz. Əgər qeydiyyatdan keçmək lazımdırsa, qeydiyyatdan keçək. Buna vururuq, qeydiyyat. Belə bir şey gəldi. Burada yəni ölkəni istəyir, Azərbaycan Respublikası. Başqa ölkələrdən olmaq təbii, başqa şey yaza bilər. Burada ad, familiya, adres. İndi bəzilər ola bilər, məsələn, evin var. Yəni, mən həm yəldəyəm, həm yer yazıram, evin ünvanı, ünvanınızı yazmalısınız. Məsələn, neçənci ev, məhlə, neçədə yəni yaza bilərsiniz. Mən ehtiyat yoxdan ödəyə yazmalıyım, sonuçda kimsə yaza bilərsiniz. Bunun çox da önəmi yoxdur. Burada əgər nəyisə hərif səhv falan çox da belə adresdə buraxmağı çox qorxusu yoxdur. Çünki gömrükdən keçəndən sonra Azərbaycan nəzarət edir ona. Ancaq belə çox problem olur. Azərbaycanda da tanıdıqlarına görə çox problem olur. Gömrükdə malların çəkişi falan filan atlatacağım dəfə barədə məlumat görə bilərsiniz. City şəhər sarışır. Şəmaq şəhəri. Şəmaq ölkə deyil. Azərbaycan deyirəm yazmışam. Zip kodu, burada posta koddur bəzən yazılır. Zip kodu sizə ən yaxın poçtun kodudur. Bunu da elə poçtdan soruşmaqla öyrənə bilərsiniz. Yaşamaqda istifadə edəcəyim poçtun kodu da lazım olmalıdır. Fonən, yəni nömrəli soruşur. Nömrəvizi yazmaq vacibdir, çünki malınız gələndə sizin nömrəvizə poçt tərəfindən məlumat göndəriləcək. E-mail adresinizi soruşur. E-mail olmayanlar e-maildə qeydiyyatdan keçsin. Məsələn, mən maildə qeydiyyatdan keçdim. Maildə qeydiyyatdan keçək. Registrasiya burada. Maildə qeydiyyatdan keçmək vacibdir, çünki malınız haqqında məlumatlar sizin mailinizə göndəriləcək. Oradan da yazırsınız adını. Familiya. Doğum tarixini burada qeyd edir. Azərbaycan. Burada məsələn gözlərimi bağlayarkən acını hiss edib sən gecələr ağlayarkən mən səni düşünürəm olmasam da yanımda bir tək səni ömrümün hər anında kodu yazıram, kod seçər yazır. Benim də
bura istəyir nömrə yazmaq istəmirsək yazıyor qruplardan biraz yapabilir sındırıldığı halda yəni bura yazacağız yəni hərflərdən həmin yazılır mailin kodunu qıra bilərsiniz buna baxın bu mailin də kodunu qıra bilərsiniz yazılır amma bir xeyli olmayacaqsın Kalbimin havası paranormal görünüşüm onunla görüşüm şeytanın uzak gülüşüm köreldi hislerim o kupeni terk edende şokolad acı oldu onu paylayan gedende pencereden görünen mənə tanışıp patdalamı soyanmış bak hislərə deyə bilmədim bunun şanını Ctrl-C deyib kopyalayıram Ctrl-V istədi kopyalayıram bırakıram sevgini yok bilirdim ama xəstəlik bədənimdə psikologiyası beynimdə şəkillər əlimdə əridi şam kimi söndü yanan ocaq kimi və burada məlumatlarımızı verdiksə paypal haqqında məlumat atacağım olacaq bizsə yəni elektron kartlardan hansı olarsa deməli tamamlaya bilərsiniz burada yəni yenə adresimizi dəyərləşdirə bilərik baxacaqsınız Şamaxı, Burada bu dünyasımızı burada yazıb $8 razıysa bunu hayatım məhəbbəti həvəskar obrazı qəlbimin havası paranormal görünüşüm qatar məkana çatıb bilmirəm qalıb düşüm və bir gün acı xatirələri unutacam şokolad paylayan qız mən qayıdacam əzabları yerlərdə ver gücüm var heç vaxt qurtarmasın ver hamısına gücüm çatar uzaqlaş qatar ya da ki dur qatar ya mənə apar ya əz ya da vur qatar uzaqlaş qatar ya da ki dur qatar ya mənə apar ya əz ya da vur qatar yox qaytar payıza gördüyüm yazı aparma şokolad paylayan o qızı mən xarşlayınlar təzləndirəm bayaq nəsə internetlə bağlı ya İBA ilə bağlı bir problem oldu təzdən vurdu burada belə bir şey gəlir bunları hardan öyrənə bilərik yəni bunları hardan yazaq sizin əgər elektron kartınız varsa görə burada bir elektron kart tapa biləcəm sən burada belə biri var burada gördüyünüz kimi kartın üstündə 1, 2, 3, 4 dənə 1, 2, 3, 4 dənə 4 rəqəmli kodu 4 dənə 4 rəqəmli kodu burada bu olan kodu burada buraya yazırıq deməli bura 4 dənə 4 rəqəmli kodu olduğu üçün buraya yazırıq burada gördüyünüz kimi tarixlər 0109 yazdım 0109'u da mesela olduğu üçün bizim kartımızda 4506 4506 böyle devam edilir 4 yazıyorum sonra burada tarihler 0109 bunu buraya yazıyorum 0109 Artdaçına isə kartın arxadan şəkil kartın arxadan şəkil kartın arxa tərəfində belə bir şey var sonunda 3 rəqəm kod var bəzi kartlarda məsələn pensiya kartlarında bu olmur yəni ondan internetdən almaq olur arxasındakı bu 3 rəqəmli kodu bəlkə arxasına heç yazıb bilmirəm arxasına 1-2-3 yazıb deməli 1-2-3 yəni bunları mən internetdə sizə göstərmək üçün dedim məsələn burada 4 dənə 4 rəqəmli kodu 4 dənə 4 rəqəmli kodu buraya yazdıq buradan yazdıq məsələn 4 dənə rəqəmli kodunu yazdıq bura sonra burada 0110 sizdə nədirsə onu yazacağız bura yazsın sonra arxasındakı bunu da ki bura yazdıqdan sonra qalan hər şeydə yəni bayaq yazdıqlarımızdır falan var yəni buna vuran kimi əgər indi məsələn almıram da bunu göstərmək üçün göstərir yəni öyrətmək üçün deyəm burada play vuran kimi yəni sizdə bir dənə ad qoyucu göstərəcək ki aldınız bu qədər